keyfiyyətsiz əti soxuşdursan. Bu toqadır. Amma heç bir vicdansız alverçi bunu eləməzdi, sən elədin. Sizdə nə idi? Bizdə bir nəyəcəyimiz var. Riyad davam edəcək. Deməli belə. Ülvi və Riyadın satmaq istədiyi planla restoran üçün video çəkilməlidir. Konkurensiya söhbəti bizdə yox. Belələrinə nə ad vermək olar? Qrabitel, tüfeyli. Və hal-hazırda videonun restorana etdiyi xeyirdən danışırlar. Dücə. Bir bilirsiniz, mən belə dedim. Belə baxanda çox bir böyük məbləğdir. Heç bir şey yoxdur. Balaca beləcək yoxdur. Böyük problem. Konkurentlərə baxacaq. Biz ona baxacaq. Pulu ver görün. Amma poxu çıxsa bilirsiniz də. Kimi ağladırsan, kimi güldürürsən dünya. Videolar hazırdır. Video hoşuna gələr. Allah patlatmışıq ala.